أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا استجيبوا لله وللرسول إذا دعاكم لما يحييكم صدق الله العلي العظيم. Allah'ın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün duaları, hacət və mətləbləri bizdən qəbul eləsin inşallah. Allah'tan diləyək, Allah qəlbimizdən kini, kudurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Bizi daima bir-birimizə mehriban qərar versin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, səsimizi eşidən, həmi məscidimizdə olan möminələr, ana bacılarımız, ata və qardaşlarımız və canlı vasitəsilə bizi izləyən hər kəs. Bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Cümə həftə günləri içərisində ən nurani, ən xeyirli, ən ruzili, ən bərəkətli bir gündür. Və xüsusilə sonuncu xilaskarımız, vəd olunmuş zəmanə imamımızın gəliş günüdür. O gündür ki, ayə və hədislərə istinad etdikdə yer üzəri haqsızlıq, ədalətsizlik, zülmlə dolduğu bir vaxtda, idarə olunduğu bir vaxtda sonuncu xilaskarımızın gəlişi ilə vəd olunmuş Bəqiyyətullah Əl-Əzəm, sonuncu vəd olunmuş zamanı imamımızın gəlişi ilə haqsızlığın aradan gedib, haqqın, ədalətsizliyin aradan gedib, yer üzərində ədalətin, sülhün bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah.